erməni qızı ilə qucaqlaşıb macaqlaşan Samirə Əfəndi bugün Daxili İşlər Naziri Vilayət Eyvazovla görüşüb. Onu Vilayət Eyvazov özü qəbuluna çağırıb. Səbəb isə Samirə son günlər ona qarşı olunan təzyiqlərdən qorxuya düşüb. Evdən belə çıxa bilmir çölə. Hətta küçədə gəzəndə qara eynəkdə gəzir ki, kimlərsə tanımasın. Bu vəziyyəti fürsət bilən Vilayət Eyvazov Samirəni qəbuluna çağırıb. Ona bildirib ki, sənin vəziyyətin pisdir. Hər an sənə nəsə edə bilərlər. Xüsusən də hansısa şəhid qazi valideynləri səni öldürməsə belə, sənə hansısa xəsarət yetirsə, biz həmin şəhid ailəsinin çox da üstünə gedə bilməyəcəyik. İctimaiyyət qalxar üstümüzə, onsuz da polisin əskisi tüstülüdür. Sən ən yaxşısı bir müddət mənim villamda yaşa, mənimlə. Mən sənin təhlükəsizliyini təmin edəcəm və nazir kimi də sənin arxandayam. Həm də evdə vaxtımız daha xoş keçəcək. Vaho! Samirə razılaşıb. Hazırda Vilayət Eyvazovun Dübəndidəki villasında Vilayət Eyvazovdan Samirə birlikdədir. Özləri üçün əyləncə təşkil ediblər. Bir sözlə, Vilayət Eyvazov vəzifəsindən suyu istifadə edərək Samirəni altına basıbdır. Vilayət həm də Samirəyə bildirib ki, sənin hərəkətlərin xalqın çox qəzəbinə səbəb olub. Ona görə yuxarıda oturan, yəni İlham Əliyev, Mehriban Əliyevanı nəzərdə tutub xalqın qəzəbinə gəlibdir, yəni sənə görə. İlham Əliyev, Mehriban Əliyev da xalqın qəzəbinə tuş gəlibdir. Deyib ki, yuxarıda oturanda səni müdafiə etməyə çəkinir. Yəni İlham Əliyev, Mehriban Əliyev da xalqın qəzəbinə görə səni müdafiə etməyə çəkinirlər. Azərbaycan efirləri. Çünki böyük xalq etirazları var. Deyib ki, görsən səni heç bir deputat da, görürsənmi deyirsən, heç bir məmur, heç bir deputat müdafiə etmir. İndi özün vəziyyəti düşün, nə yerdədir. Ancaq sən vilayətin yatağında vilayəti yola verməlisən, naziri. Samirə vapşe qorxub, Samirə, yəni Samirə də, bu qız əfəndi Samirə, bu sözləri Vilayət Eyvazov deyəndə birbaşa iki qollarını atıb Vilayət Eyvazovun qucağına tullanıbdır. Allah Allah. Deməli, buna bax, İlham Əliyev, deməli, burada məlumat verirlər ki, ermənini deyəsən qucaqlayanda dişi qırılıbdır. Buna bax, bunu elə görməmiş kimi dişləyib ki, aşağıdakı sağ köpək dişi qırılıb Samirənin. Ala bir baxaq. Dişi burada qırılıb, baxaq. Baba, görək nə tər dəyir, dişə baxaq. Baba, diqqət eləyin, diqqət. Diqqət. Burada deyir dişi qırılır, ha, mən o fragmenti tutanmadım deyir. Değerli vətənlərim, burada deyir dişi qırılır, ha, bunu. Bu fragmenti gəlin tutaq, bu oynayan belə dəli kimi Azərbaycan, o cırıq kütə fahişəsi kimi Azərbaycan təmsil edən Samirədir. Burada deyir erməni nəsə hoqqa veribdir. Dişi orada qırılıb, dişi. Yoxsa İlham Əliyev o qədər kasıb adam deyil ki, adamı dişsiz yola sala. Bir baxaq təzən.
Banana, banana. Oo. Deməli, yo, bananı dişləyəndə, bananı dişləyəndə dişi qırılır. Dəyərli həmvətənlərim, çox üzr istəyirəm sizdən. Ermənini dişləyəndə dedim bəlkə çənəsi başı dəyibdi. Yox, bananın kötüyünü dişləyir, dişi qırılır. Sonra da baxır, bax, gülür ki, banan dişimi qırdı deyir. Baxın, baba, bax, geri fırlayıram, geri fırlayıram. Geri fırlayıram, bax, bananın kötüyünü dişləyir. Qızmış, qızmış. Baxın, baba, bax, bu odur, bax, bax, bax. Bananı dişləyəcək, bax, bananı. Baba, baba. Ala, ala. Baba, ağzına bakın, ağzına. Baba. Al baba, opa. Kırıldı diş. Kırıldı diş. Ala bak. Kırıldı dişini bak diyecek. Çiverin. Diş kırıldı. Baba, baba, baba. Budu bak. Budu bak. Ay, bunun ağzına da verifler. Bananı daldan dişleyip. Ay Samire. Sen erməninin penisini alanda ağzına daldan mı aldın yoksa qabaqdan mı aldın? Ağzına alanda daldan mı alırsan neyse yoksa qabaqdan mı? Belə olmaz ay Samire. Vallahi belə olmaz. Bananı dişləyəndə bir baxma bunun dalını mı dişləyirsən yoxsa qabağını mı? Dəyərlənmədən materialımı heç efirə verəmədim. Efiri bitirirəm. Bananı vəhşi kimi dişləyir və dişi qırılır. Ağzına alır, dişi qırılır. Əbə bu boyda xalqın ah naləsi yerdə qalar mı? Qalar mı? Bu boyda şəhid analar mı? Bu boyda qazilərin ah naləsi yerdə qalar mı? Gör nətər oynayır, Azərbaycan təmsil edir. Və sən deyirdin qorxuram. Və sən deyirdin ürəyim düşmüşdü ayağımın altına. Və sən deyirdin ki, məni Ağcaqum çölündə aparıb zorlayardılar, öldürüb atardılar ya da şey eləyərdilər. Və nə oldu? Sən belə bananla oynuyordun. Bananı soxmadığın yerin qalmadı, döşünün arası, ağzınızı. Azərbaycan belə təmsil eləyirdi. Puh, Mehriban Əliyevanın üzünə. Puh, İlham Əliyevin üzünə. Bax, Güney Afrika dəvəsi kimi tüpürürəm, ha. Qancıqlar. Bu qədər biabır eləməyin, ana. Bu qədər bizi biabır eləməyin, ana. Allah, Allah, aman sana Allah. Bizə bir əli dağı çəkdilər, bir vəli dağı çəkdilər. Bir əli dağı çəkdilər, bir vəli dağı çəkdilər. Ay qardaş, bunlar nə qəhbəliyi bacarırlar. Bax, İlham Əliyev kimlə yatıbsa onu bütün Azərbaycan xalqı bilir. Mehriban kimlə yatıbsa bütün Azərbaycan xalqı bilir. Heydərin şeyinin durmaması, Alyonanın trans olması, nazirlər kimlə bazlıq eləyirsə, Allah ömrünüzü düşsün. Siz bazlıq eləyəbilirsiniz, nə bazlıq eləyə bilirsiniz? Nə korrupsiya eləyə bilirsiniz. Nə danışa bilirsiniz. Nə bilim, nə eləyə bilirsiniz. Bədbəxt uşağı, vızqırdın, gedin, gəlim yerinədən ora. Vızqırdın, gedin də o uğraşda. Vızqırdın, gedin də.